Deməli, testimizdə sineklizlə sinklinalı müqayisə eləməyi, Venn diaqramı ilə müqayisə eləməyi verir bizə. Birinci, sinekliz və sinklinal haqqında məlumat verək. Sineklizlər platformanın əyilmə sahələrinə uyğun gəlir. Sinklinallar isə geosinklinal sahələrdə əyilmə, çökmə sahələrinə deyilir. Çökmə süxurun üstünlük təşkil edir. Bunu hər ikisinə aid eləyəcəyik. Yer qabının sabit ərazilərinə uyğun gəlir. Bu, platforma ərazisi olduğuna görə deməli sineklizə aid olacaqdır. Çünki sineklizlər platformada olur. Küraraz, kolxida, padan ovalığı geosinklinal ərazilərin ovalıqlar, yəni çökən sahələri olduğuna görə sinklinal zonaya aid eləyəcəyik. Deməli, yanacaq mənşəli faydalı qazıntı, yəni söhbət neft, qaz, yanar faydalı qazıntılardan gedir. Yataqlarına rast gələn hər ikisi çökək sahə olduğuna görə hər ikisində yanar faydalı qazıntıya rast gəlmək mümkündür. Yer qabının fəal ərazisinə uyğun gəlir. Fəal ərazi sinklinal zonalar olduğuna görə 500 sinklinala aid, yəni geosinklinal zonalara uyğun gəldiyinə görə sinklinala aid edəcək. Amazon, Qərbi Sibir, La Plata platformada yerləşən çökən sahələr olduğuna görə, yəni gördüyünüz kimi ovalıq yazılıb, çökən sahələr olduğuna görə platformaların sineklizlərə aid edəcəyik 2-6. Deməli, birinciyə olacaq 2-6, ikinciyə olacaqdır 3-5, üçüncüyə olacaq 1-4. Doğru cavab D variantı.